Oradan gələn rivayət deyir ki, sizə soyuq qənimət göstərirmi? Dedilər, bəli, nədir o? Dedi, qışda oruç tutmaq. Baxın, qışda oruç tutmağı qənimət adlandırardılar. Soyuq qənimət, yəni uzun, gündüz uzun deyil, həmçinin əziyyət çox deyil, rahatdır. Ona görə də bir gün oruç tutmaq Allah dərgahında böyük bir əməldir. Amma bunu rahatlıqla yerinə yetirə bilirsən. Yayla fərqi budur. Qış gecələrin ibadəti, qış gecələr uzun olduğuna görə insan əvvəlcə özünə lazım olan qədər yuxu alır. Sonra qalxaraq namaz qılsın, gecə namazı. Yəni gecənin indi əvvəli yata bilərsən, gecənin sübh namazından bir yarım saat, bir saat əvvəl qalxa bilərsən, duaların qəbul olduğu vaxt uca Allah Teala dünya səmasına enir və çağırır qullarını, dua edən varmı duasını qəbul edim, bağışlanma istəyən varmı bağışlayım, ruzi istəyən varmı ruzi verim. Baxın, fürsətdir bu. Quran oxuyar, ona görə qış xoş gəldi deyir, baxın, nə deyərlər. Bu fəsildə bərəkət enir, gecə uzanır, gecə namaz üçün, gündüz isə qısalır, oruc üçün, baxın.